Salam əziz izləyicilər. Bu videoda atomun quruluşu, dövrü qanun və dövrü sistem mövzusundan daha 15 sual izah edəcəm. Bu C variantıdır. Yəni buradakı suallar nisbətən A və B variantlarına görə çətin suallardır. Əgər bu sualları, bu quizləri əldə etmək istəyirsinizsə mənə yaza bilərsiniz. Nömrəni burada qeyd etmişəm. Başlayaq birinci sualdan. Deyir, neytral X elementi haqqında verilən fikirlərdən doğru olanları müəyyən edin. Deməli, XO3 mənfidə 40 elektron var. X-in özünün elektron sayını bilmirik. Elə X qəbul edək. Plus, oksigenin 8 elektronu var. Bizdə də 3 oksigen var. 8 vur 3, 24. Bir də bu mənfi 1, o deməkdir ki, 1 elektron da alınıb əlavə. Bu oldu 40-a bərabər. X bərabər oldu 15'ə. Yəni neytral X-in 15 protonu, 15 elektronu var. Birincidə deyir, hidrogenli birləşməsi XH2 tiplidir. X elementinin 15'dirsə proton elektronu, konfigurasiyası bu şəkildədir. 1s2, 2s2, 2p6, 3s2, 3p3. Son təbəqəsində 5 elektron var. Yəni 5A qrupunda yerləşirsə, onun hidrogenli birləşməsi XH3 tipli olmalıdır. XH2 yox. XH2 tipi 6A qrupuna aiddir və ya 2A qrupuna. 2-də deyir ki, X2O5 tipli baş oksid əmələ gətirir. Bəli, bu doğrudur. 5A-da yerləşirsə X2O5 tipli olmalıdır. 3-də deyir, normal halda 5 tək elektronu var. Xeyr. Xarici təbəqəsində 5 elektron var. Bunlardan ikisi S-də yerləşir, yəni dolu orbitalda. 3'ü P-də yerləşir. Yəni 3 dənə tək elektronu var. Yalnız 2 doğru cavabdır. B variantı. 2-də deyir ki, X, Y və Z eyni dövrdə yerləşən əsas yarımqrup elementləridir. Aha. Atom radiusu ən böyük olan Y-dırsa, ən solda yerləşəni Y-dir. Çünki soldan sağa radius azalır. Elektron mənfiliyi ən çox olan X olarsa, ən sağdakı X-dir. Çünki soldan sağa elektron mənfiliyi artır. Və Z nəcib qaz deyil. Z yerləşir hardasa buralarda. Yəni ikisinin arasında. İndi deyir ki, bu elementlərin proton saylarının artma ardıcıllığı ilə düzün. Baxaq görün proton saylarının artma ardıcılığı necədir? Soldan sağa artmalıdır. Y, Z, X cavab B variantı. Üçüncü sual. XO3 mənfi ionunun 42 elektronu olarsa hansı elektron formulu X elementinə aid ola bilməz? Yenə XO3 mənfinin 42 elektronu var. Birinci suala oxşar sualdır. Bu da X-in elektron sayını ilə X qəbul eləsək, 3 dənə oksigende 24 elektron var. Bir də bu mənfi 1 var. O da 1 elektron gəlir üstünə olur 42. X-in deməli 17 elektronu var. İndi normal X-da elektron konfigurasiyası 3s2, 3p5 ilə bitir. Bir də 3d var, boşdur. Deməli 3s2, 3p5, 3d0 ola bilər. B variantını çıxıram. Sonra bu həyəcanlananda 3s2, 3p4, 3d1 ola bilər. C-ni də çıxıram. Bu da həyəcanlananda 3s2, 3p3, 3d2 ola bilər. Y-ni də çıxıram. Və bir mərhələdə həyəcanlana bilir. Çünki S yarım səviyyəsində dolu orbital var. Bu da olur 3s1, 3p3, 3d3. Anında çıxıram. Qalır D variantı. Bu ola bilməz. Dördüncü sual. Şəkildə dövrü sistem cədvəlinin kiçik dövrlərindən bir hissə verilmişdir. Elementləri valent elektronlarının artma ardıcıllığı ilə düzün. Valent elektron soldan sağa gəldikcə artır. Yəni elə X, Y, Z sırasında valent elektron sayı artır. Cavab Y variantı olacaq. Məsələn, X elementi 3-cü qrupdadırsa, Y 4-dədir, Z 5-də. Yəni X-in 3 valent elektronu var, Y-in 4, Z-in 5.
5-ci sual. X elementi X2 müsbət iyonuna çevrilirsə, S və D yarım səviyyələrində neçə elektron qalar? Deməli, bu element 4-cü dövr 1B-də yerləşir. Yəni, 4-cü dövr 1B-də yerləşirsə, 4S 2 3D 9 konfigurasiyasına malik olmalıdır ki, bu da 29-cu elementə aiddir. Əslində, yəni misdir bu element və onun konfigurasiyası 4S2 3D9 yox, 4S1 3D10 şəklində dayanıqlı olur. Yəni normalda bu cürdür. Birinci yazdığım cür deyil. Sonra bu element X2 müsbət iyonuna çevrilməlidir. Yəni 2 elektron verməlidir. 2 elektron verəcəksə, birincini ən xaricdən verəcək, yəni 4S-dən verəcək. 4S getdi artıq. İkincini də verəcək 3D10-dan. Yəni buradan birini çıxırıq, ondan da birini çıxırıq. S-dən biri, D-dən biri gedəcək. Yerdə qalacaq 4S0 3D9. İndi deyir ki, onun S və D yarım səviyyələrində neçə elektron qalar? Ən başdan yazsaq 1S2, 2S2, 2P6, 3S2, 3P6, 4S0, 3D9. S-də və D-də. S-də deməli 2, 4, 6-sı qalır. D-də də 9-u qalır. 6 və 9 cavabı Y variantı doğru cavabdır. 6-da deyir, X bölü Y nisbətini müəyyən edin. Cx Hy. Bir molekulunda neytron 12'dir, proton 16. Aha. Burada karbonun və hidrogenin məlumatları verilib. Önce neytrona baxaq. Karbonun 6, hidrogenin 0 neytronu var. Eğer 12 neytron varsa bu deməkdir ki, karbonun sayı 2'dir. X'i tapdıq 2. İndi proton sayı 16'dır. 12'si karbondadır protonun. Çünkü 2 tane karbon varsa 12 proton var. 4'ü de olur hidrogende. 12 plus 4 16. Şimdi 4 tane proton hidrogendedirsə burada hidrogenin sayı 4 deməkdir. Ve biz X bölü Y nisbətini tapmalıyıqsa 2 bölü 4 cavab olur 2'də 1. 7-ci sual. X 56 2 müsbət. Elektron sayı A'dır, neytron sayı A plus 6. Neyi tapmalıyıq? X elementinin protonunu tapmalıyıq. Elektron A'dırsa proton olacaq A plus 2. A plus 2 ile A plus 6'nı toplasaq beraber olacaq 56'ya. 2A plus 8 beraberdir 56'ya. 2A beraberdir. Deməli 48'e. Yox, neysə səhv elədik. Bir dəqiqə. Bir də silin başdan yazın. Deməli elektron A'dır, neytron A plus 6. Proton sayını tapın. Elektron A, neytron A plus 6. Yox, burada sualda səhvlik var. Yox, səhvlik yoxdur. Üzr istəyirəm. Deməli necə oldu? Bu ikisinin cəmi 56'ya beraber olur. Bəli, düz yazmışdıq. 2A plus 8 beraberdir 56. 2A beraberdir 48. A beraberdir 24. Yəni biz elektron sayını tapdıq və bizdən proton sayını istəyir. A plus 2 də beraber olacaq 26'ya. Hər şey qaydasındadır. Cavab C variantıdır. 8-ci sualda deyir X elementinin əmələ gətirdiyi hidrogenli birləşməni və baş oksidi müəyyən edin. Maksimum həyəcanlanmış halda konfigurasiyası bu şəkildədir. Yəni bu elementin xaricində 7 elektron var. 7 elektronu varsa 7-ci qrupda yerləşir və onun baş oksidi olacaq RH. Yox, R2O7 hidrogenli birləşməsi də olacaq RH. Cavab B variantıdır. 9-cu sual. Hansı elektron formuluna malik olan elementlər həyəcanlana bilməz deyir. Həyəcanlanma üçün xarici təbəqədə həm dolu orbital, həm boş orbital olmalıdır. Birinci həyəcanlana bilməz, çünki 2D yarım səviyyəsi yoxdur, yəni boş orbital yoxdur.
İkincisi də həyəcanlana bilməz. Çünki 3s1-də dolu orbital yoxdur bu dəfə. Üçüncüsü həyəcanlana bilər. Həm dolu, həm boş orbitallar var. Dördüncüsü də həyəcanlana bilir. Çünki P yarım səviyyəsində bir boş orbitalı da var, dolu orbitalı da var. Həyəcanlana bilməz Y variantı. Onda deyir, RH3 tipli hidrogenli birləşmə əmələ gətirən əsas yarımqrup elementinin normal halda bir tək elektronu varsa deyilənlərdən hansılar doğrudur? Deməli, RH3-ü həm 3A yarım qrupunun elementləri, həm də 5A yarım qrupunun elementləri əmələ gətirir. 3A yarım qrupunda konfigurasiya NS2MP1 şəklindədir. 5A-da NS2MP3 şəklindədir. Yəni 3A yarım qrupunda xarici təbəqədə bir tək elektron var. 5A yarım qrupunda xarici təbəqədə 3 tək elektron var. Bizə deyir ki, normal halda bir tək elektronu var. Deməli 3A yarım qrupunu götürməliyik. Deyilənlərdən hansılar doğrudur? Hidrogenli birləşməsi uçucudurmu? Xeyr. 1A, 2A, 3A-nın hidrogenli birləşmələri uçucu deyil. R2O5 tipli baş oksid əmələ gətirirmi? Xeyr. 3A-da yerləşirsə R2O3 tipli baş oksid əmələ gətirir. Bu elementin sıra nömrəsi 13 ola bilərmi? Ola bilər. Baxın, 13-cü elementin konfigurasiyası 3s2 3p1 ilə bitir. Yəni 3A qrupunda yerləşir. Doğrudur, yalnız 3C variantı. 11-də soruşur ki, verilmiş qrafikə əsasən X və Y hansı xassələr ola bilər? X və Y. Birinciyə baxırıq. Atom radiusu və metallıq bir-birindən düz asılıdır. Atom radiusu artdıqca metallıq da artır. Ona görə tərs asılılıq götürə bilmərik. Elektromənfiliklə metallıq bir-birindən tərs asılıdır. Bəli, elektromənfilik artdıqca metallıq azalır. Bunu götürürük. Reduksiya edicilik və metallıq bir-birindən düz asılıdır. Götürə bilmirik. Yalnız 2 doğrudur. B variantı. 12-də nə deyir? XA ionunun radiusu XB ionunun radiusundan böyük olarsa. Aha. Radius böyük olur elektron sayı artanda. Yəni XA-nın elektron sayı XB-nin elektron sayından çoxdur. Bu deməkdir ki, A kiçikdir B-dən. Çünki ionun yükü balaca olanda nə olur? Elektron sayı çox olur, radius böyük olur. A kiçikdir B-dəndirsə 1 səhvdir, 2 düzdür. İndi deyir, XA katyondursa XB anion ola bilməz. Doğrudur da A B-dən kiçikdir. Məsələn, XA katyondursa XB də ən azından 2 müsbət olmalıdır. Yəni, anion ola bilməz. Çünki A B-dən kiçikdir. 2 ilə 3 doğrudur. Y variantı. 13. Verilmiş ionlara əsasən hansı elementlərin neytral halda tək elektronlarının sayı bərabərdir deyir. X2 müsbətin 10 elektronu varsa özünün 12'dir. X'in özünün. Yəni X'in özü 12'dirsə 3s2 ilə bitir. Yəni tək elektronu 0'dır. Y2 mənfinin 18 elektronu varsa neytral Y-ın 16 elektronu var. Yəni 3s2 3p4 ilə bitir. 2 tək elektronu var. Yazıb özünüzdə baxa bilərsiniz. Z 5 müsbət 12'dirsə, Z'in özü 17'dir. Yəni 3s2 3p5 ilə bitir. Xaricində bir tək elektron var. T8 2 mənfi, yəni T'nin normalda 6 protonu 6 elektronu var. 2s2 2p2 ilə bitir. 2 dənə tək elektronu var. İkinci ilə dördüncüdə, yəni Y-la T'də eyni sayda tək elektron var normal halda. 14'də deyir, hansı elementin metallıq xassəsi daha çoxdur? Aha. Dövrü böyük, qrupu kiçik olan kalsiyum, deməli 4-cü dövr 2A'da yerləşir. Natrium 3-cü dövr 1A'da yerləşir. Kalium 4-cü dövr 1A'da yerləşir. Magnezyum 3-cü dövr 2A'da yerləşir. Lityum da 2-ci dövr 1A'da yerləşən bir metaldır. İndi dövrü böyük, qrupu kiçik olan burada kaliumdur. Həmən da geniş yazmadım. Məsələn, kalsiyumun qrupunu, dövrünü necə tapmaq lazım olduğunu əslində siz bilməlisiniz. 1s2-dən başlayaraq
yazanda konfigurasiyanı 4s2-də bitir. Buna əsasən deyirik ki, 4-cü dövr 2-ci qrupda yerləşir. 15. Şəkildə dövri sistem cədvəlinin kiçik dövrlərindən bir hissə verilmişdir. X, Y, Z'in proton sayının cəmi 30-dursa hansı fikir doğru deyil? X'in proton sayına A desək, Y-də olacaq A plus 2. Bəs Z-də neçə olacaq? Y-in altındakı xanada proton sayı A plus 10'dur. Yəni 8 vahid çoxdur. A plus 11 budur. A plus 12 budur. Z'də də A plus 13 olacaq. İndi üçünü toplasaq, A plus 2 plus A plus 13 bərabərdir 30'a. 3A plus 15 30'dursa, 3A 15'dirsə, A da 5'dir proton sayı. A 5'dir. İndi bunları silək. A'nı 5 tapmışıq çünki. X 5-ci elementdir. Y 7-ci. Z'də 18-ci. A plus 13 idi burada. Deyir ki, Z elementi 3-cü dövrdə yerləşir. Bəli. 18-dirsə 3s2 3p6 konfigurasiyasına malikdir. Bu 3-cü dövrdür, bu 2-ci dövrdür. X elementi 3-cü qrupda yerləşir. X'in konfigurasiyasını 5'e uyğun yazsaq, 1s2, 2s2, 2p1 həqiqətən də 3A qrupunda yerləşdiyini görəcəyik. Bu 3A qrupudur, bu 5A qrupudur, bu da 8A qrupunda yerləşir. Bu da düzdür. Y elementi 2-ci dövrdə yerləşir deyir. Bəli. Metallıq xassəsinin müqayisəsi X böyükdür, Y böyükdür, Z şəklindədir. Bu da doğrudur. Soldan sağa metallar azalır. Z elementi ZH tipli hidrogenli birləşmə əmələ gətirirmi? Xeyr. Z elementi 8A'da yerləşir. Təsirsiz qazdır. 7A'ya uyğundur bu burada deyilən fikir. Ona görə Y variantını doğru götürməyəcəyik. Cavab elə Y'dir də. Bizdən doğru olmayan soruşulur. Cavab oldu Y. Bitdi. Bu quizlərdə doğru cavablar burada QR kod şəklində verilib. Əldə etmək istəsəniz kağız formatda mənə yaza bilərsiniz. 077 460 47 23 nömrəsi. Hələlik görüşənədək.